Sənin dayının da 16 yaşında olanda Heydər, onun da Dubayda mülkləri vardı. Bu nə kəramətdir İlham Əliyev. Sənin ailən necə istedadlıdır. Siz necə talantlısınız. Biriniz vitse-prezident, digəriniz Heydər Əliyev fondunun prezidenti, digəriniz olimpiya qalibi, digər ailə üzvləriniz biznesmen. Bu nə talantdır, bu nə istedaddır. Yoxsa sizin ailəniz andan gəlmə fitri istedaddır. Bu nə? Bəs niyə Azərbaycan xalqı sıravi bir insan biznes qura bilmir? Mən bütün çıxışlarımda deyirəm. 10 milyonluq bir ölkədə 1 milyon yaşaya bilər normal. 1 milyon. Bu da çox aşağı bir göstəricisidir. Və Əli Ağalarov, biləsən, ölkədə olan vəziyyət sənin babanın yaratdığı vəziyyətdir. 9 milyon isə gənclər ölkədən didərgin düşüb. Narkomaniya, əxlaqsızlıq baş alır gedir. Təhsil sıfıra bərabərdir. Səhiyyə sıfıra bərabərdir. İnsanlar gənc yaşında həyatını itirir. İnsanların həyatı məhv olur. Gənclər ölkəni tərk eləyir. Sənin kimi gənc yaşında, 16 yaşında biznes qurmaq insanların xəyalıdır. İnsanlar çörək qazana bilmir. Nəinki 16 yaşında hər hansı bir biznes sahibi olmaq. Nədənsə bu fitri istedad ancaq İlham Əliyevin ailəsinə və ailə üzvlərinə və qatil rejiminə məxsusdur. Artıq bu nə kəramətdirsə, Əliyev və onun əxlaqsız rejimi daha gözəl bilir. İlham Əliyev oğru olduğu Əlinin və Əlinin simasında digər ailə üzvlərinin qurduğu imperiyadan görünür. Əliyev qatildir, Əliyev oğrudur, bu xalqın haqqını oğurlayır, bu xalqın səsini oğurlayır, bu xalqın sözünü oğurlayır, bu xalqın konstitusiyada hüquqlarını oğurlayır. Çünki İlham Əliyev neçə illərdir, 30 ildir hakimiyyəti dönəmində, ailə hakimiyyəti dönəmində ancaq bu sahələrdə peşəkarlaşıbdır. Ancaq bu sahələrini inkişaf elətdirib. Çünki bu adam, bu sistemin rəhbəri, bu rejimin rəhbəri qatildir. Və bunu Azərbaycan xalqı da çox gözəl bilir. Çox uzağa getmirəm. Tərtər hadisələrini misal çəkmirəm. Tərtərdə qətlə yetirilən, amansızcasına öldürülən, boynuna böyük bir damğa vurulan, şər atılan ki, bunlar vətənə xəyanət eləyibdir. O cinayətin başında kimlərin durduğu, o insanların, o hərbiçilərin necə qətlə yetirildiyini çox gözəl bilirsiniz. Amma mən istəyirəm bir neçə gün bundan öncə mayın 12-sində amansızcasına qətlə yetirilən Elgündən danışım. 18 yaşında yeni yetimə. Bütün cəmiyyət bunu bilir. Azərbaycan cəmiyyəti də bilir, qonşu Gürcüstan da bilir, qonşu Rusiya da bilir, qonşu Türkiyə də, bu dövlətlər də bilir. Artıq sosial şəbəkə dönəmində